Salam əziz şagirdlər, bu dərsimizdə biz sınaq 41-in suallarına baxacağıq inşallah. Həmən başlayaq birinci sualdan, vaxt itirmədən. Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən edin. Burada cavab deməli nə olacaq baxaq. 1991-ci ildə ümumxalq səsverməsi keçirildi. Bəli, nəticədə Azərbaycan SSR-in tərkibinə daxil edilməsi mi? Xeyr, tam tərsinə Azərbaycan tam müstəqil oldu, səhvdir. 1993-cü il Heydər Əliyevin yenidən Azərbaycan hakimiyyətə gəlməsi ilə ölkənin parçalanması təhlükəsinin qarşısı alındı mı? Bəli. 1994-cü ilin sentyabrında deməli əsl müqaviləsinin imzalanması ilə neft sənayesinin əsası qoyuldu mu? Xeyr, ola bilməz. Neft sənayesi 19-cu əsrdən var. Bu da yanlış. 2001-ci ildə Dünya Azərbaycanlıların birinci qurultayının Dünya Azərbaycanlıların birliyinin qorunmasına səbəb oldu mu? Bəli. Ona görə də 2 ilə 4, yəni A cavabı doğru cavabdır. İkinci suala baxaq. Azərbaycan SSR-dən fərqli olaraq Azərbaycan Respublikasında deməli Sovet ordusu tərəfindən Bakıda kütləvi qırğınlar törədilmişdi. Xeyr, elə bu Azərbaycan SSR-də baş verir 1990-cı il. Mars soyqırımı törədilmişdi. Xeyr, bunda dövlətimiz yox idi. Hətta XC-dən əvvəl olub. Ermənistanın düşmənçi siyasətinə qarşı mübarizə aparılması, bu hər ikisinə aiddir, oxşarlıqdır. Heydər Əliyev fondu fəaliyyət göstərmişdi. Bəli, bu doğru cavabdır, bu fərqdir. Çar Rusiyasına qarşı mübarizə aparılmışdı, heç birində yoxdur. D cavabı doğru cavabdır. Davam edirik 3-cü sual. Eyni əsrdə baş vermişdi. İrəvan xanlığının yaranması 18-ci əsr, yeni tipli məktəblərin fəaliyyətə başlaması 19-cu əsr. Deməli, A cavabı deyil. Gülüstan müqaviləsinin imzalanması 19-cu əsr. Milli teatrın yaranması 19-cu əsr. Bəli, doğru cavab B-dir. Digərlərinə baxaq. Səfəvi dövlətin süqutu 18-ci əsr. 18-ci əsr. Gəncə xanlığının ləğv olunması 19-cu əsr. Bu da olmaz. Kürəkçay müqaviləsi 19-cu əsr. Şəki xan sarayının tikilməsi 18-ci əsr. Bu da səhv olur. Əfşarlar dövlətinin dağılması 18-ci əsr. Azərbaycan Şimal xanlıqlarının süquta uğradılması 19-cu əsr. Bu da yanlışdır. 4-cü suala baxırıq. Uyğunluq pozulmuşdu. Deməli, ilk Azərbaycan operası Aşıq Malalan deyil, Leyli və Məcnundur. Təhzüblə əxlaq əsərinin müəllifi Bakıxanovdur. Tamam, elə doğru cavab A-dır zaten. Çünki Aşıq Malalan deyil, Leyli və Məcnundur. Amma digər ifadələr təbii ki, məsələn, Təhzüblə əxlaq Bakıxanova aiddir. 19-cu əsrdə yeni tipli məktəblər başlayırdı və digərləri də doğru cavablardır. Gəlirik 4-cü suala. 5-ci suala daha doğrusu. 5-ci sual xəritə sualıdır. Xəritədə 19-cu əsrin əvvəllərində Çar Rusiyası tərəfindən işğal edilən ilk xanlığımız, yəni ilk xanlığımız Gəncə xanlığıdır. Ona görə də Gəncə 3 ilə işarələnmiş yerdir. Götürək bunu. 5 Dərbənddir, 4 Bakıdır, 2 Lənkərandır, bir də Naxçıvandır. Daha əvvəl olmuşdu 6-cı sual. Deməli, Azərbaycan dili vahid ünsiyyət dilinə çevrilib 11-12-ci əsrlərdə, Ərəb-Xəzər müharibələri başlayıb 7-ci əsrdə, Bəz qalası Xürrəmlər mərkəzinə çevrilib, yəni bizim kitabda 9-cu əsr kimi görsənir, amma 8-9-cu əsrlər kimi götürmək olar. Albaniya dövlətinin varlığına son qoyulması 8-ci əsr, Bərdə şəhərinin paytaxta çevrilməsi 5-ci əsr. Deməli, burada əvvəl olan hadisə Y-dir. 7-ci suala baxırıq. Heydər Əliyevin Azərbaycan Respublikasında prezidentlik dövrünə aiddir. Prezidentlik dövrü Heydər Əliyevin neçənci illərdir uşaqlar? 1993, 2003-cü illər. Deməli, İlham Əliyevin Azərbaycan neft siyasətində həyata keçirməsində mühüm rol oynaması. Bəli, çünki Heydər Əliyevin prezidentlik dövründə İlham Əliyev SOCAR-ın, yəni Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti olmuş və Heydər Əliyevə bu sahədə yardım etmişdi. Digər ifadələr yanlışdır, prezidentlik dövrünə aid deyil. Bunları da çıxırıq. 8-ci suala gəlirik. Daha sonra Daş dövrünün, üzr istəyirəm, Daş dövrünün sonlarında nə baş verdi? Daş dövrünün sonlarında İnsanlar metalla tanış oldu. Bəli, ilk metal mislə Daş dövrünün sonunda tanış olub. Xış əkinçiliyi Tunc dövründədir, Tuncda əməliyyatı Tunc dövründədir, ovçuluq yaranıb Daş dövrünün ortalarında, ovçuluq, üzr istəyirəm, əvvəllərində, ox və kaman olsaydı ortalarında,
İnsanlar istehsal təsərrüfatı ilə məşğul olmağa başladı, yəni əkinçilik və maldarlıq yaranıb, o da daş dövrünün ortalarında. Bir daha deyirəm, doğru cavab A-dır. 9-cu suala baxırıq. Atropatena və Albaniyada oxşarlıq. Deməli, eradan əvvəl 1-ci minin sonlarında mövcud olmaq. Digərləri yanlış olur. Çünki Dərbənddən Urmiya gölünə qədər o deməkdir ki, bu iki dövlət həm şimalda, həm cənubda əraziləri var idi, amma elə deyil. Bilirsiniz ki, biri şimalda, biri cənubda olub. Bütün Azərbaycanı əhatə edə bilməzlər. 1-ci minilliyin ikinci yarısında yarana bilməzlər. Eradan əvvəl yaranıblar. 1000 ildən artıq öz müstəqilliyini qoruyub saxlayan da yalnız Albaniyadır. 10-cu suala gəlirik. Deməli, 21-ci əsrin 3-cü 10 illiyinə, 21-ci əsrin 3-cü 10 illiyinə uşaqlar 2000, deməli, 1-ci 10 illik olur 2001-dən 2010-a, 2-ci 10 illik olur 2011-dən 20-yə, 3-cü 10 illik olur 2021-dən 2030-a qədər. Hər halda da biz hara qədər yaşamışıq? 2025-ə qədər. Deməli, nədirsə 2021-dən 25-ci il arasındakı hadisələri soruşur. Baxaq burada, cavab nə olacaq? Deməli, qoşulmama hərəkatının üzvü olmaq 2011, Xankəndi şəhərinin ali təhsil müəssisəsinin yaradılması, bəli, budur cavab. Deməli, doğru cavab budur. Niyə? Burada bir anlıq duraqlama etdik. Burada baxın, Xarı Bülbül festivalı olduğuna görə biraz çaşdırıcı ola bilər. Bəli, burada cavab B-dir. Xankəndi şəhərində ali təhsil müəssisəsi, yəni Qarabağ Universitetinin açılması 3-cü 10 illikdir. O digər cavabları çıxırıq, deməli bu 11-dir. İlk dəfə Azərbaycan Respublikası ilə Ermənistan arasında atəşkəs edilməsi bu 94-cü ildir. Heç əlaqəsi yoxdur. 7-ci, yəni Xarı Bülbül festivalı 7-cisi keçirilib, amma Bakıda yox, Şuşada keçirilib. Şuşada, ona görə də bunu götürmək olmaz. BAM-ın Anqoy stansiyasına Heydər Əliyevin adının verilməsi 2008-ci ildir. Ona görə də bunu da çıxırıq. Bu 1-ci 10 illikdir. Doğru cavab B-dir. 11-ci suala gəlirik. Azərbaycan Respublikası dövründə daha əvvəl baş vermiş hadisəni müəyyən edin. Yəni, elə hadisə götürməliyik ki, minimum 1991-ci il olsun. Burada məsələn 20 yanvar həmən çıxırıq, çünki bu 1990-cı ildir və Azərbaycan Respublikası dövrünə aid deyil. Yerdə qalan hadisələr içərisindən seçməliyik. Bunların içərisində əvvəl olan hadisə Birləşmiş Millətlər Təşkilatında üzv qəbul olmağımızdır. Bu da 1992-ci ildir. Heydər Əliyevin prezident seçilməsi 93-dür. Nümunə kimi bunlar verək. İlham Əliyevin Milli Məclis deputat seçilməsi 95-dir. Bakı Tbilisi Ceyhan layihəsi də Heydər Əliyevin prezident olmasından sonraki dövr olduğuna görə, yəni 93-dən sonradır. 12-ci suala baxırıq. Ağqoyunlu hökmdar Uzun Həsənin fəaliyyətlərinə aid deyil. Aid deyil. Deməli, Azərbaycanı birləşdirməyib, bəli. Ona görə də burada cavab A-dır. Digər cavablar deməli Uzun Həsənin fəaliyyətlərinə aiddir. Gəlirik 13-cü suala. Uyğunluq pozulmamışdır. Deməli, burada Eldənizlər dövlətinin hökmdarı Qızıl Arslan dövründə Aslanşah deməli sultan titulu qəbul etmişdir. Tamamilə yanlışdır. Bu hadisə Şəmsəddin Eldənizin dövründə olub, pozulub. Orta əsrlərdə Azərbaycan iri liman şəhəri, Bərdə liman şəhər ola bilməz, pozulub. Səlcuqlu hökmdarı mənsub idi Qıpçaqlara, xeyr, Oğuzların qınıq boyuna. Şirvanşahlar dövləti ilk dəfə birləşdirilmişdi Sacıoğlu dövlətinə, bəli, burada pozulmayıb. İntibah mədəniyyəti dövründə 11-12-ci əsr Azərbaycanda hülakilər mövcud olmuşdu, xeyr, bu da yanlışdır. Doğru cavab dedik. Gəlirik, deməli 14-cü suala. Səfəvilər dövlətinə aid olanları seçməliyik. Çaldıran döyüşünə məğlub olaraq süqut edibmi? Xeyr. Çaldıran döyüşündən 200 il sonra süqut edib. Aidiyyəti yoxdur. Şirvanşahlar dövlətinin tərkibinə daxil edilibmi? Xeyr, tam tərsinə. Şirvanşahlar Səfəvlərin tərkibinə daxil edilib. Qalibiyyətli müharibə nəticəsində yaranıb. Qərbdə Osmanlı ilə həmsərhəd olub, 17-ci əsrdə də mövcud olub 3-4-5, yəni D cavabı doğru cavabdır. 15-ci suala gəlirəm. Deməli, sxemə uyğun cavabı tapmalıyıq. İlham Əliyev prezidentlik dövrünə aid buraxılmış ifadəni tapmalıyıq. Heydər Əliyev Fondu rəhbəri Mehriban Əliyevadır, ola bilməz. 20-ci əsrin 90-cı illərində prezident seçilməyib.
2003-cü ildə, yəni 21-ci əsrdə seçilib. İşğalçı ermənilərin işğal olmuş Qarabağ torpaqlarının çıxarılması, bəli, doğru cavab budur. 2020-2023-cü illər deməli Qarabağda işğal altında olan torpaqlarımız tamamilə düşməndən azad edilmişdir. Əsr müqaviləsi zaten ona aid deyil və Dünya Azərbaycanların birinci qurultayının keçirilməsi də Heydər Əliyevə aiddir. Gəlirik 2003-cü ilə 16-cı sual 2003-cü ilə aiddir. Deməli baxaq neçə hadisə var. Ulu öndər Heydər Əliyevin vəfatı, bəli. Bir də bilirik ki, İlham Əliyevin prezident seçilməsi 1-4. Ona görə doğru cavab D-dir. Digər cavablara da illərinə baxsaq, deməli soyqırım günün qeyd olunması 98-ci ildən başlayır. Dünya Azərbaycanın ilk qurultayı 2001-dir. Xocalı sükut dəqiqəsi isə 97-ci ildir. 17-ci suala baxırıq. Azərbaycanın Ərəb xilafətin hakimiyyət dövrünə aid olanları müəyyən edin. Deməli, Dərbənddə ərəb qoşunları yerləşdirilib, ümumiyyətlə bütün Azərbaycanda yerləşdirilib. Azərbaycanda ərəb əsarətinə qarşı üsyanlar başlayıb, doğru. Məsələn, Xürrəmlər üsyanını da nəzərdə tutmaq olar. Dərbənd səddi və şəhərin qala divarlarının Şirvanşahlar tərəfindən təmir edilə bilməz, çünki bundan ötürü xilafətin tərkibindən Azərbaycan çıxmalıdır. Dərbəndin qapılar qapısı adlanmağa başlaması ərəblərindən əlaqəli olduğu üçün bunu da götürməliyik. Ərəb səyyahlarının Arranı baş şəhəri adlandırdığı şəhərin Slavyanlar, Ruslar tərəfindən tutulması 10-cu əsr olduğuna görə bu da ərəblərin hakimiyyət dövrü deyil. Çünki ərəblərin hakimiyyət dövrü 7-9-cu əsrlərdir. Bunu da çıxırıq. 1, 2, 4, yəni A cavabı doğru cavabdır. Deməli, Şirvanşahlar dövlətinin mövcud olduğu dövrə aid deyil. Şirvanşahlar dövləti 9-16-cı əsrlərdə mövcud olub, aid olmayan tapmalıyıq. Türk dili vahid ünsiyyət vasitəsində çevrilib, bəli. Xürrəmlər hərəkatı başlayıb, xeyr. Biri budur. Deməli, Təbrizdə Göy məscidi inşa edilib, bəli, 15-ci əsr Cahanşahın dövründə. Ərdəbil hakimliyi yaranıb 13-cü əsr, bu da doğru. Olmuş hadisədir. Bəz qalasının ərəb qoşunları tərəfindən tutulması, bu da Şirvanşahlar dövləti yaranmadan əvvəl olub, 837-ci ildə. Ona görə də burada cavab 2 və ya 5-dir. Davam edirik. 19-cu sual. Uyğunluğu müəyyən edin. Azərbaycan Respublikası 20-ci əsr və 21-ci əsr. Burada deməli Azərbaycan Respublikasına fikir verməliyik. 1991-dən sonra olsun. Bəli, bu mübahisəli sualdır. Burada yəni A-nı da və deməli A cavabını da və burada A, B, C-D və A, C-D. Yəni A-nı da, Y-ni də götürmək olar. Baxış açısına görə burada fərqli ola bilər. Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlməsi əslində 1969-cu ildir. Amma məntiqlə Azərbaycan Respublikası o Azərbaycanda hakimiyyətə gəlməsi kimi də Azərbaycan dilinə görə yanaşmaq olar. Ona görə də problem yoxdur. Hər ikisini doğru cavab kimi götürə bilərik. Bunu nəzərə alarıq inşallah. Deməli, burada başqa da nədir? Bunun əsas odur ki, burada Y-yə fikir veririk. Çünki bu 88-ci il olduğuna görə Azərbaycan Respublikasına aid deyil. 20-ci suala gəlirəm. Deməli, 19-cu əsrin 1-ci 10 illiyi, 2-ci 10 illiyi və 3-cü 10 illiyə heç birinə aid olmayan hadisəni tapmalıyıq. Burada deməli, Qazax Borçalı Rusiya tərəfindən işğal edilib 1-ci 10 illikdə, Türkmənçay müqaviləsi bağlanıb 3-cü 10 illikdə, İrəvan xanlığı Rusiya birləşdirilib 3-cü 10 illikdə, Azərbaycanda güclü mərkəzləşmiş vahid dövlət olmaması heç birində olmayıb. Bakıxanovun dünyəvi məktəb açmaqla bağlı Qafqaz canişinə müraciəti 32-ci il olduğuna görə bu 4-cü 10 illikdir, ona görə doğru cavab Y-dir. Gəlirəm 21-ci sual aşağıdakılardan hansı İlham Əliyevin prezident olmamışdan əvvəlki fəaliyyətinə aid deyil. Deməli, prezident olmamışdan əvvəl Sokarın vitse-prezidenti olub. Milli Məclisin deputatı olub, Avropa Şurasında nümayəndə heyətə rəhbərlik edib, müəllim və aspirant kimi çalışıb. Deməli, nədir burada? C cavabı, bəli. Ərazi bütövlüyünü təmin etmək Azərbaycan Respublikasında bu prezidentlik dövrüdür. Son hadisədə təbii ki, ona görə cavab C-dir. 22-ci açıq suallara gəlir. 22-ci sual İlham Əliyevin təhsil sahəsindəki tədbirlərinə aiddir. Qarabağ Universitetini açmaq, yeni iş yerləri bu sosial rifah məsələsidir. Ordumuzun ən müasir silahlarla silahlanması bu hərbi məsələdir. Gənclərin xaricdə təhsil alması üçün dövlət proqramı qəbul etməsi, ölkədə tikinti quruculuq işləri də bu da tikinti quruculuq işlərinə aid bir
hadisədir. Ona görə 1-4 doğru cavabdır. 23-cü sual xronoloji ardıcıllıq istəyir bizdən. Heydər Əliyevin ilk dəfə Azərbaycanda prezident seçilməsi 1993. Bir daha xatırladıram ki, Azərbaycan SSR-də prezident olmayıb Heydər Əliyev, rəhbər olub sadəcə. Elə götürməliyik, qarışdırmayın. Mehriban Əliyevan birinci vitse-prezident olması üçün 2003-dən sonra olmalıdır. Bu məntiqdən, çünki ili yoxdur kitabımızda. 2003-dən sonra olmalıdır. İlham Əliyev ilk dəfə Milli Məclisin deputatı seçilməsi 1995 və biz BMT üzv qəbul olmuşuq Heydər Əliyevin prezident seçilməsindən əvvəl, yəni 1992 kimi də götürə bilərik. O zaman nə olur? 4, 1, 3, 2. 24-cü suala gəlirik. Qarabağ xanlığına aiddir. Deməli, Nadir Şahın hücumuna məruz qala bilməz. Onda yox idi. Şuşada Şahbulaq qalası tikilə bilməz. Çünki Şahbulaq qalası Şuşada yox, Ağdamda tikilib. Rusiya tərəfindən işğal edilib. İrəvan xanlığı ilə həmsərhəd olub. Əsasını İbrahim Xəlil xan qoya bilməz, Pənahəli xan qoyub. Ona görə 3 və 4 doğru cavabdır. 25-ci sual, sonuncu sual uyğunluğu müəyyən edin. Azərbaycan Respublikasının prezidentləri nəzərdə tutulur. Deməli, burada həm Heydər Əliyevdə, həm də İlham Əliyevdə diqqətli olmalıyıq. Dünya Azərbaycanın iş qurultayı Heydər Əliyevə aiddir. Şuşa və Laçın işğal edilməsi İlham Əstağfurullah. Görürsünüz, burada problem yaranır. İşğal edilməsi olduğuna görə heç birinə aid deyil. Azad edilməsi olsaydı İlham Əliyevi götürərdik. Naxçıvansk adına hərbi liseyin açılması, baxın, bu Heydər Əliyevə aid olsa da, amma prezident deyil, Sovet dövrüdür, ona görə bunu da çıxırıq. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi, bəli, bu da İlham Əliyevə aiddir. Ona görə 1 olur A, 2 olur D. Beləliklə, əziz şagirdlər, bu dərsimizin də sonuna gəldik. İnşallah növbəti dərslərdə görüşənə qədər sağ olun, salamat qalın.